ötən ayın sonlarında Türkiyə prezidenti Recep Tayyip Erdoğan'ın Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama İranda bu mövzunun yenidən gündəmə gəlməsinə və aktuallaşmasına səbəb olub. Müşahidələr göstərir ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin heç bir Zəngəzur dəhlizi olmayacaq şəklində iddialı bəyanatından cəmi bir həftə sonra Türkiyə dövlət başçısının İrana da müraciət edərək verdiyi Zəngəzur açıqlaması Tehranda ciddi qıcıq və isterika doğurub. Azərbaycanın erməni işğalından azad edilmiş Laçın şəhərinə səfərindən qayıdarkən Erdoğan jurnalistlərə deyib: Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün Naxçıvanla quru əlaqəsi deyil, həm də Türkiyədən Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bu dəhlizin qısa müddətdə açılması Qafqazda nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək. Biz qonşumuz İrandan da bölgəmizdə sülhə, sabitliyə və inkişafa xidmət edəcək bu addımlara dəstək verməsini gözləyirik. Əslində biz onların da bu qazan-qazan mühitindən faydalanmasını istəyirik. Atılan hər addım, açılan hər qapı və dəhliz iqtisadi qazanc verməklə yanaşı zaman keçdikcə ölkələri bir-birinə daha da yaxınlaşdıracaq. Nə qədər qəribə görünsə də qonşu dövlətin prezidentinin öz gözləntisini normal və məntiqi şəkildə dilə gətirdiyi, regionda sabitlik və inkişaf hədəfini vurğuladığı, son dərəcə konstruktiv səciyyə daşıyan bu açıqlaması İranda anlaşılmaz bir agresiya ilə qarşılanıb. Hətta İranın hazırki hökumətinə yaxın saytlardan biri bu barədə xəbəri Erdoğanın İrandan qalmaqallı və riyakar istəyi başlığı ilə verib. Əlbəttə, bu yanaşma bütövlükdə Zəngəzur dəhlizi mövzusuna, o cümlədən bu məsələdə Türkiyə və Azərbaycanın mövqeyinə rəsmi Tehranın münasibətindən qaynaqlanır. Belə ki, ötən həftə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəğai Erdoğanın Zəngəzur açıqlaması ilə bağlı nüfuzlu Şərq qəzeti müxbirinin sualına cavab olaraq bildirib: Biz dəfələrlə demişik və indi də təkrar edirik ki, hər hansı bir marşrutun yaradılması və ya bərpası mütləq şəkildə beynəlxalq hüququn prinsip və normalarına, xüsusən də ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında, regionun geosiyasi parametrlərində heç bir manipulyasiya və dəyişikliyə yol verilmədən həyata keçirilməli və aidiyyatı olan ölkələrin qarşılıqlı maraqları tam təmin edilməlidir. Burada İran rəsmisinin Zəngəzur dəhlizi kontekstində hansı ölkənin suverenliyi və ərazi bütövlüyündən danışdığı aydındır. Söhbət İranın Cənubi Qafqazda özünə müttəfiq seçdiyi Ermənistandan gedir. Bu məqamda 30 illik işğal dövründə İran hakimiyyətinin nə üçün Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı bu qədər birmənalı mövqe sərgiləmədiyi, nə üçün bir dəfə də olsun qonşu müsəlman dövlətin sərhədlərinin toxunulmazlığını özünün qırmızı xətti elan etmədiyi barədə son illər Azərbaycan ictimaiyyətinin dəfələrlə səsləndirdiyi sualı bir tərəfə qoyub deməliyik ki, Bəğairin bu sözləri ötən ay Ermənistana səfər edən bir sıra İran rəsmiləri, o cümlədən Müdafiə naziri Əziz Nəsirzadə və Xarici İşlər nazirinin müavini Səid Xətibzadə tərəfindən də dilə gətirilib. Hətta Xətibzadə Zəngəzur dəhlizi ilə bağlı bir qədər də irəli gedərək deyib: Mən Ermənistandan eşitmək istərdim ki, heç bir dəhliz ola bilməz. Dəhliz məntiqi bölgədə əlaqələri pozmaqdır ki, bu da regionumuzun gələcəyi üçün qəbul edilməzdi. Yeri gəlmişkən, İranın mühafizəkar siyasi cinaha bağlı Əlef portalı Səid Xətibzadənin İrəvan Dialoqu 2025 forumunda verdiyi açıqlamaları İran, Erdoğan və Əliyevə Zəngəzur dəhlizi barədə son sözünü dedi başlığı ilə təqdim edib. İran Xarici İşlər Nazirliyi sözçüsünün qeyd olunan açıqlamasında diqqəti çəkən digər bir məqam budur ki, o təkcə Zəngəzur dəhlizinin deyil, bu adın və terminin özünün də əleyhinə çıxıb və deyib: Qeyd etməyi zəruri hesab edirəm ki, başqa ölkələrin milli suverenliyinin və ərazi bütövlüyünün pozulmamasına təminat verməyən adlar və məfhumların işlədilməsi zamanı diqqətli olmaq lazımdır. Zəngəzur dəhlizi və ya keçidi ifadəsi regionda dinc yanaşı yaşamaq ruhuna, qonşuluq məntiqinə, digər ölkələrin ərazi bütövlüyünə hörmətə zidd olan qondarma bir addır və onun təkrarlanmasından çəkinmək lazımdır. Buradan Zəngəzur dəhlizi ifadəsini saxta, qondarma, uydurma adlandıran İran ekspertlərinin ideya qaynağının İranın rəsmi qurumları, o cümlədən Xarici İşlər Nazirliyi olduğuna şübhə yeri qalmır. Təsadüfi deyil ki, Xarici İşlər Nazirliyi sözçüsünün bu açıqlamasından dərhal sonra həmin ekspertlərin yenidən fəallaşması müşahidə olunub. Məsələn, bu mövzuda daim xüsusi canfəşanlıq edən Əhməd Kazimi bir-birinin ardınca saxta Zəngəzur dəhlizi, yəni NATO'nun Turan
Turan dəhlizi ətrafında şübhələr haqqında 10 məqam və Çinin saxta Zəngəzur dəhlizinə, yəni NATO'nun Turan dəhlizinə yanaşması və pan-türkizm illüziyası başlıqlı 2 məqalə dərc edib. Digər bir anti-Azərbaycan mövqeyli ekspert Bəhram Əmirəhmədyan Qafqazda sülh prosesi, Qafqaz sakitləşəcək yoxsa daha da alovlanacaq adlı bir proqramda bir daha Ermənistanın müdafiəçisi kimi çıxış edib və o da Zəngəzur dəhlizini saxta və reallıqda olmayan uydurma bir anlayış kimi təqdim edib. Maraqlıdır ki, həmin proqramın ikinci iştirakçısı regional məsələlər üzrə ekspert Möhsün Məhəmmədzadə müzakirə zamanı belə bir sual səsləndirib. Əgər Paşinyan hökuməti Zəngəzur dəhlizinə razılıq vermək qərarına gəlsə, onda biz nə edəcəyik? Anlaşılan odur ki, hətta Ermənistanın özü də Zəngəzur dəhlizinin açılmasına hə desə, İran bunun əleyhinə çıxmaqda davam edəcək. Sepaha bağlı Təsnim İnformasiya Agentliyi Türkiyə prezidentinin açıqlamasını yeni təzyiq cəhdi kimi qiymətləndirərək, hiləgər bir şəkildə bu açıqlamaya qarşı erməni politoloqu Lilit Dallakyanın fikirlərinə yer ayırıb. İran təhlükəsizlik orqanlarına bağlı Məşriq News saytı isə Zəngəzur dəhlizini Türkiyənin Türk dünyasını formalaşdırmaq strategiyası kontekstində nəzərdən keçirərək yazıb. Türkiyənin Zəngəzur dəhlizinin inşasında israrlı olması Erdoğanın Avrasiyada mərkəzi güc kimi Türkiyənin mövqeyini möhkəmləndirmək ambisiyasının simvoludur. Bu layihə türk dilli ölkələri birləşdirmək, regionda rəqiblərin maneələrindən yan keçmək və Qafqazın geosiyasi balansını yenidən müəyyən etmək üçün bir yoldur ki, bu da regionun siyasi və təhlükəsizlik mənzərəsini əsaslı şəkildə dəyişə bilər. Başqa bir İran saytı Erdoğanın Zəngəzur dəhlizi vasitəsilə İranın geosiyasi damarlarını kəsmək istədiyini iddia edib. Həmşəhri qəzeti Zəngəzur dəhlizini Bakı və Ankaranın zora əsaslanan davranışının və hədsiz ambisiyalarının göstəricisi kimi təqdim edib. İranın Ermənistandakı keçmiş səfiri Seydəli Səqqaiyan isə bu mövzuda verdiyi geniş müsahibədə İranın Zəngəzur dəhlizinin açılmasına imkan verməsinin özünün ərazi bütövlüyünə, milli maraqları və təhlükəsizliyinə öz əli ilə atəş açması demək olduğunu bildirib. Bütün bunlar İranın Zəngəzur dəhlizi məsələsində mövqeyinin nə qədər qeyri-rasional və məntiqsiz olduğunu aydın göstərməkdədir. O da aydın olur ki, İranın regional əməkdaşlığa və qonşularla əlaqələrin inkişafına tərəfdar olmasına dair bəyanatları gəlişi gözəl sözlərdən başqa bir şey deyil. Əks təqdirdə, hazırda öz təbirindən istifadə etsək, şeytanla danışıqlar aparan İran, Zəngəzur dəhlizi barədə də qonşu ölkələrlə normal dialoq apara bilərdi. Bu azmış kimi İran hakimiyyəti hər dəfə Zəngəzur dəhlizi mövzusunun gündəmə gəlməsindən Azərbaycan və Türkiyə əleyhinə təbliğatı qızışdırmaq üçün istifadə edir.